Yazın ilk günündə xoş gördük. Baharın ilk, bu ayın isə son buraxılışını mən Günay İskəndərova təqdim edirəm. Öncə anonslara nəzər salaq. Novruz bayramı və ənənələr. Məlik Məmməd obrazı müasir uşaqlar üçün səhnələşdirildi. Vaqif Sayağı Caz Festivalı. Vətənin pərvəri ol müsabiqəsi yekunlaşdı. Rənglərin dünyası. Ölkəmizin ilk və ən böyük tərcümə mükafatı Dəfnə yarpağı. Unudulan Novruz ritualları. Doğma diyarımızda birliyin, bərabərliyin rəmzi olan Novruz bayramı qeyd olunur. Hər regionumuzda isə adətlərimiz özünə məxsus şəkildə yaşadılır. Əməkdaşımız Natiq Nailoğlu ənənələrimizi yaşadan ailələrdən birində qonaq olub. Qonaqpərvər Mərdanovlar ailəsi Novruz süfrəsinin əsas nemətlərini təqdim ediblər. Yazın gəlişi kənd yerlərində daha çox hiss olunur. Çünki yazın gəlməsi ilə kənd əhalisi artıq əkin-biçin işlərinə başlayır. Bundan başqa elə Novruzun təlaşı da ən gözəl məhz kəndlərdə baş tutur. Nəyə görə? Çünki kənd cəmaatı bir yerə yığışır və Novruzun gözəl təamlarını hazırlayırlar. Elə ona görə də biz yollanırıq İbrahim kəndə. İbrahim kənd Şəkinin mərkəzindən təxminən 30 kilometr aralıda yerləşir. İbrahim kənddə vəziyyət belədir. Deməli, hansı qapıya yaxınlaşırsan, yaxınlaş, o qapını döyməyə ehtiyac yoxdur. Sadəcə olaraq qapını açırsan və daxil olursan içəri. Bu da kənd sakinlərinin qonaqpərvərliyindən xəbər verir. Gəl cavab getdik. Kənddə Mərdanovlar ailəsinin qonağıyıq. Artıq bir neçə gündür ki, ailənin xanımı, qohumları, tanışları bir yerə yığıb bayrama təmtəraqlı hazırlıq işləri görür. Bu günlərim gördüyümüz iş ildə bir dəfə pişən səmənidir. Onu pişiririk. Sonra qorğa qoruruq sacın üstə, ocaqda təbii. Təndir qalayıb çörək yapan kim, onlara qoşulub bir kənarda şəkər burasından axış vuran kim. Yeni təndirdən çıxan paxlava isə süfrəyə qoyulması üçün hazırlanır. Bayram süfrəsinin xüsusi yeməyi isə göyqtab olacaq. Kətə mütləq göy kətəsi olmalıdır. Bəli, əlbəttə göy kətəsi. Olur ya, kətələr cürbəcür olur. Nəsə təbiətin gözəl vaxtı da, yaşıllaşan vaxtı bu kətərin yaşılından istifadə edirik. Novruz süfrəsini bəzəyən təkcə səmənili xonça deyil, səmənidən hazırlanmış halva və şərbət də süfrənin əsas nemətlərindən olmalıdır. Bu isə o zaman hazırlanır ki, səməninin toxumları arasında qırmızı rəngə çalan dənlər mövcud olur. Bu onda ev yiyəsinə düşür da, səməni qoymaq. Onun düşəri düşməz olur, içi qıpqırmızıdır, fikir verin. Yəni, səməni cücərdikdən sonra əgər toxum qırmızı olursa, deməli, həmin il ev sahibi üçün uğurlu olacaq. Elə buna görə də ev sahibi həmin səməninin şərbətini hazırlayıb, qohum tanışları qonaq etməlidir. Qadınlar bayram süfrəsi üçün hazırlıq işlərini görməkdə, ailənin kişiləri isə torpağı yazın gəlişinə hazırlamaqda. Belə bir deyim var, torpaq yaz gələndə qayğı istər, qış gələndə isə qayğı göstərər. Hər kəs işini bitirir və hazırlanan süfrənin ətrafına yığılır. Bayram günü qurulan süfrənin daha bir özəlliyi isə ondadır ki, mütləq süfrədə yemək üçün bir neçə qab artıq qoyulmalıdır. Bu, ailənin qonaqpərvər olmasına simvolizə edən bir anıdır. Mərdanovlar ailəsinin artıq Novruz bayramı süfrəsi hazırdır və onlar da belə deyək, bir nəfər kimi kim hardadırsa fərqi yoxdur. Hər biri süfrənin başına yığılıb və bayramı qeyd edirlər. Bir sözlə, Novruz bayramınız mübarək. Novruz bayramı münasibəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşadan öncə bahar personajlarının təqdimatında bayram şənliyi qeyd edildi. Tədbirdən sonra Məlik Məmməd və Sehirli Almalar tamaşası nümayiş olundu. Səhnə əsərinin qəhrəmanını bu dəfə kitablardan bildiyimiz tərzdə yox, bir qədər fərqli, daha dəqiq desək, müasir formada izlədik.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bayramda uşaqları diqqətdən kənarda qoymadı. Maraqlı və zəngin repertuarı ilə seçilən teatr Novruz bayramı ərəfəsində balaca tamaşaçılarına Məlik Məmməd xalq nağılı əsasında səhnələşdirilən Məlik Məmməd və Sehirli Almalar tamaşasını təqdim etdi. Varın üçünü de birden al. Şimdi bilmem altı şeytana lazım. Ağırlı şeytana yoksa büyük şeytana. Səhnə əsərinin təqdimatından əvvəl Baharın personajları olan Kosa və Keçəlin ifasında kiçik bir səhnəcik təqdim edilib. Daha sonra azyaşlılar tamaşanı izlədi. Bu dəfə Məlik Məmməd yeni versiyada teatrın repertuarına daxil edildi. Çox qısa bir müddətə hazırlandı tamaşa. Yeri gəlmişkən mən bütün texniki heyətə təşəkkürümü bildirirəm ki, çox qısa müddətə yeni geyimlər, yəni geyimlərdə dəyişiklik elədik, dekorda bir balaca dəyişiklik elədik. Bax, bunlar hamısı ərsəyə gəldi və gördüyünüz bu tamaşa meydana çıxdı. Uşaq tamaşalarında geyimin, dekorun çox böyük önəmi var. Çünki uşaqlarda yaxşı zövqü formalaşdırmaq lazımdır. Biz də buna çalışmışıq. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssam Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Tamaşada rolları Asiya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Aras Pirimov, Rasim Cəfərov, Elxan Şıxəliyev və başqaları ifa edib. Tamaşa xalq nağılı əsasında hazırlansa da, burada hər şey müasir uşaqların tələblərinə görə qurulub. Səhnə əsərində qəhrəmanı müasir tərzdə izləmək yəqin ki, çoxunuz üçün yenilik və fərqli oldu. İçəri şəhərdə isə hər şey keçmişi xatırladırdı. Daha dəqiq desək, Vaqif Sayaq idi. Martın 16-sı əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 75 illik yubileyi keçirildi. Bu il ənənəvi caz festivalı maraqlı görüntülərlə yadda qaldı. Bu ifa Vaqif Sayağı cazın sədasıdır. Bəstəkar, pianoçu, caz muğam üslubunun banisi. Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günündə İçəri şəhərdə Vaqif Sayağı caz festivalı keçirildi. Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır. Yağış yağır bu şəhərin gözlərindən yuxu qaçır. İki hissədən ibarət olan Vaqif Sayağı ənənəvi caz festivalı bəstəkarın məzarını ziyarətlə başladı. Daha sonra qonaqlar və media nümayəndələri İçəri şəhərdə sənətkarın ev muzeyində xatirə günü keçirdilər və Vaqif Mustafazadənin ev muzeyində nadir eksponatlarla tanış oldular. İçəri şəhərdə keçirilən festivalda isə hər detal milli abu-havada hazırlanıb. Yerə xalçalar salınıb, tamaşaçılar yerdə oturublar. Festivala gələnlər və iştirakçılar Vaqif Sayağı geyinib, parik taxmaqla cazmənin tərzini yaratmağa çalışıblar. Səhnədə isə ardıcıl olaraq Vaqif Mustafazadənin musiqiləri səsləndi. Tədbirdə caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünə məxsus şəkildə ifa etdilər. Vaqif Mustafazadə bəşəri insandır ki, o bəşəri insanlar özlərindən sonra, yəni dünyadan fiziki köçürlər, amma özlərindən sonra böyük bərəkət qoyurlar. Elə bir ağac, elə bir bağ əkirlər ki, onun meyvələrini bax biz bugün dadırıq. Və nə gözəl ki, caz sevərlər, musiqi sevərlər, bugün yağışa baxmayaraq, küləyə baxmayaraq, havanın soyuğuna baxmayaraq biz burada musiqi ilə isinirik. Gülü görsə belə solub, baharı görsə görşəsiz.
Tədbirdə bildirildi ki, Vaqifi ildə bir gün yox, mütəmadi olaraq xatırlamaq lazımdır. Çünki o özündən sonra böyük bir irs qoyub. Azərbaycan caz musiqisində xidmətləri böyük olan sənətkar kimi Vaqifi gənc nəsillərə tanıdığımız kimi təbliğ etməliyik. Qeyd edək ki, Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, Muğam simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Bəstəkar 1979-cu ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət mükafatına layiq görülür. Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-sında Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub. Onu da deyək ki, Vaqif Mustafazadə klassik muğam ilə Amerikan caz musiqisinin sintezini yaradıb. Sənətkarın yeni devizi belə adlanır: caz, muğam. Elə Muğam Aləmi 4-cü Beynəlxalq Muğam Festivalı çərçivəsində Xaçmazda konsert proqramı keçirildi. Xaçmazda muğam ifaçılarının iştirakı ilə konsert proqramı təşkil olunub. Tədbir Muğam Aləmi 4-cü Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutub. Əməkdar artist Sahib Paşayevin rəhbərlik etdiyi ansamblda solistlər Mirələm Mirələmov, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevə çıxış edib. Heydər Əliyev Fondunun apardığı siyasətin nəticəsidir ki, bugün muğam dünyanın hər yerində Azərbaycan musiqisi kimi, Azərbaycan milli dəyəri kimi, milli mədəni ənənələri kimi yaşadılmaqdadır. Muğamın bölgələrdə də təbliğinə geniş yer ayrılır və bugün məhz muğam ustalarının, xüsusilə də o muğam müsabiqəsində qalib gələn insanların Xaçmaz roluna gəlib konsert verməsi, mən deyərdim ki, milli muğamımıza göstərilən çox böyük örnəkdir. Eyni zamanda Xaçmazlara göstərilən çox böyük dəyərdir. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib. Məqsəd milli mənəvi sərvətimiz olan muğamın ölkədə daha geniş təbliğ edilməsidir. Coşqun Beydullayev, Müşfiq Neymətov, Rövşən Osmanov, Xaçmaz. 2008-ci ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrlar siyahısına daxil edib. Amma ölkəmiz yalnızca muğamı ilə deyil, digər sahələri ilə də dünyaya səs salmağı bacarıb, elə rəssamları kimi. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində tanınmış rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Rəssamlar İttifaqının və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan sərgi rəssamın anadan olmasının 60 illiyinə yubiley töhfəsi olub. Rayon ictimaiyyəti nümayəndələrinin, mədəniyyət və təhsil işçilərinin iştirak etdikləri sərgidə Adil Əsədlinin 50-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş etdirilib. Sərginin açılış mərasimində çıxış edən rayon ziyalıları Adil Əsədlinin çoxşaxəli yaradıcılıq yolundan söz açdılar. Bildirildi ki, 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii Qrafika fakültəsini bitirən Adil Əsədli həmin ildən Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışır. 30 ilə yaxın müddətdə böyük sənət uğurları qazanan rəssamın Bakıda və Lənkəranda 4 fərdi sərgisi təşkil olunub. Əsərləri müxtəlif beynəlxalq miqyaslı sərgilərdə nümayiş etdirilib. Onun yetirmələri dəfələrlə Misir, Çexiya, Yaponiya, Polşa, Özbəkistan, Türkiyə və digər ölkələrdə keçirilən müsabiqə və sərgilərdə iştirak edərək diplom, medal və fəxri fərmanlara layiq görülüblər. Mən hesab edirəm ki, Lənkəran cəmiyyətinin cavanların üçün çox maraqlı bir sərgidir, bir estetik zövq alacaqlar. Rəssamın əsərlərində ənənə ilə müasirliyi qoşula bilməsi onun yaradıcılığının ən səciyyəvi cəhətlərindən biridir. Mən inanıram ki, bu sərgi Lənkəran hocaslarının uzun müddət yadından çıxmayacaqdır. 80-ə yaxın rəngkarlıq və 40-a yaxın qrafika işlərindən ibarət sərgi rəssamın növbəti uğurudur. Bu işlərin əsas mövzusu Lənkəran bir gözəldir, mövzusu altında işlənib. Burada mən hiss etdiyim gözəlliyi, anda olduğum torpağın rəngləri ilə qrafika hissini cəmləşdirib yeni bir izim yaratmağa çalışmışam. Açılış mərasimindən sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar. Qeyd edək ki, sərgi 3 gün davam edəcək.
Vətənin pərvəri ol yaradıcılıq müsabiqəsinin yekunu baş tutdu. Tədbir Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun il boyu bilik proqramı çərçivəsində həyata keçirildi. Biz müsabiqəni başlamamışdan öncə özümüz belə bir məşvərət apardıq ki, niyə bu müsabiqəyə ehtiyac var? Məlum oldu ki, ümumiyyətlə insan yaşadığı ölkənin həmişə pərvər olmalıdır, onun başına dolanmalıdır, onun bütün qayğısına qalmalıdır. Və belə düşündü ki, bunu yaradıcı adamlar eləsə daha məqsəd uyğun olar. Yaradıcı adamlar da bunu öz əl işləri ilə, öz sənət əsərləri ilə həyata keçirə bilərlər ki, biz müsabiqə ilə elədik və müsabiqə çox böyük rezonans doğurdu. Demək olar, bütün rayonlarda müsabiqədə iştirak elədilər. Əsasən də rəsm əsərləri bizim özümüzü də doğrudan valih edəcək səviyyədə idi. Mükafatlandırılma mərasimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirildi. Ötən ilin dekabrından başlayan müsabiqəyə Azərbaycanın bir çox bölgələrindən müxtəlif yaşlarda iştirakçılar qatılıb. Burada 700-dən çox əsər təqdim edilib. Bunlardan 292-si şeir, esse, hekayə, 295-i rəsm əsəri, 73-ü əl işi, 72-si isə fotodur. 3 nominasiya üzrə müxtəlif yaş qruplarından 10 iştirakçı birinci, 15 iştirakçı ikinci, 20 iştirakçı isə üçüncü yerlərə layiq görüldü. 10 nəfərə isə həvəsləndirici mükafat verildi. 300-ədək foto, rəsm, yaradıcılıq və əl işlərinin nümayiş olunduğu sərgi martın 18-də yekunlaşdı. Sonda biz də komandamız adından qalibi təbrik edir və uğurlarının davamlı olmasını diləyirik. Növbəti qalib isə Azərbaycanın ilk və ən böyük tərcümə mükafatı olan Dəfnə Yarpağı müsabiqəsinin birincisidir. Sözü gedən müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə olunan əsərlər qəbul edilib. Azərbaycan Tərcümə Mərkəzi tərcümə sahəsinin inkişafı üçün nəzərdə tutulan Dəfnə Yarpağı bədii tərcümə mükafatlandırılmasını həyata keçirdi. 2 ildən bir keçirilməsi nəzərdə tutulan müsabiqəyə nəsr və nəzm nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilən əsərlər qəbul edilərək dəyərləndirilir. Qeyd edək ki, Dəfnə Yarpağı ölkəmizin ilk və ən böyük tərcümə mükafatıdır. Qalibləri Tərcümə Mərkəzinin direktoru Afaq xanım Məsudova elan etdi. İnşallah daha yaxşı tərcümələrlə növbəti dəfə özümü göstərəcəm. Xəzər jurnalında inşallah ən sevdiyim jurnallardan biri çap olunacam inşallah. Yəni daha doğrusu çap olunacam deyirəm, tərcümələrimi göndərəcəm ora. Və üstündə işlədiyim tərcümələri də belə düşünürəm, bu müsabiqədən sonra daha böyük ilhamla işləyəcəm. Ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə 2-ci və 3-cü yerin sahiblərindən başqa həvəsləndirici mükafatlar da təqdim olundu. Həftə ərzində keçirilən tədbirlər bununla kifayətlənmir. Paytaxt Bakıda daxil olmaqla demək olar ki, ölkəmizin hər yerində Novruz bayramı qeyd olunur. Bəs hansı bölgədə tədbirlər daha maraqlı və rəngarəng oldu? Unudulan Novruz ritualları hansı regionlarda xatırlandı? Bu haqda növbəti sujetlərdə. Bayram həftəsində paytaxt Bakı rəngarəng görüntülərlə yadda qaldı. Axır çərşənbədən başlayaraq bir sıra tədbirlər keçirildi. Səhər saatlarında Qız Qalasının qarşısından başlayan bayram tədbiri Xalça Muzeyinə qədər davam etdi. Komandamız bayramdan öncə hazırlıq prosesini də nəzərə saldı. Belə ki, bayram hazırlığının davam etdiyi başqa bir məkan isə Milli Parkda oldu. Çəkiliş zamanı müxtəlif regionların stendləri quruldu. Bayram günlərində isə hər rayon öz adət-ənənəsinə uyğun təyyamları burada nümayiş etdirdi. Gəncədə Novruz bayramı münasibəti ilə böyük tədbir və xalq gəzintisi olub. Cavadxan küçəsində başlayan və şəhərin baş meydanında bayram tonqalının çatılması ilə davam edən şənlikdə xarici ölkələrdən olan qonaqlar milli adət-ənənələrimizlə yaxından tanış olmaq imkanı əldə edib. Bayram şənliyinin iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Novruz atributları ilə
ilə bəzənən Gəncənin ən qədim küçəsində qonaqları Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəhvi Vazehin və Gəncə xanı Cavad xanın obrazları qarşılayıb. Şəhər Musiqi Kollecinin qədim musiqi alətləri ansamblının çıxışı Gəncənin tarixi köklərə sədaqətini bir daha nümayiş etdirib. Gəncə Dövlət Dram Teatrı artistlərinin ifasında su, od, yel və torpaq çərşənbələrinin inancları və xüsusiyyətləri yüksək peşəkarlıqla çatdırılıb. Dekorativ xalq tətbiqi sənət nümunələri, xalçaçılıq, miskərlik, metal üzərində döymə və digər əl işləri xalqımızın zəngin mədəni irsini əks etdirib. Gəncə mətbəxi üçün xarakterik olan təamlar, qədim məişətimiz, mədəniyyətimiz və Novruza aid digər elementlər böyük maraqla qarşılanıb. Fidan körpələr, məktəblilər, el aşıqları öz təbriklərini çatdırıblar. Nağıl qəhrəmanları ilə maraqlı görüşlər, rəngarəng rəqslər, mahnılar bayram əhval-ruhiyyəsini daha da artırıb. Bayram şənliyinin iştirakçıları Gəncə rəssamlarının Novruza həsr etdikləri rəsm sərgisinə baxıblar. Dəvə karvanının və çaparların müşayiəti ilə şəhərin Heydər Əliyev meydanına gələn tədbir iştirakçıları Novruzun bütün atributlarını özündə əks etdirən meydanda bayram tonqalı alovlandırıb. Tədbirdə Novruz bayramının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi və bir çox dünya ölkələrində bayram edildiyi vurğulanıb. Səmaya sülh rəmzi olan göyərçinlər buraxıldıqdan sonra bayram şənlikləri şəhərin baş meydanında möhtəşəm konsert proqramı ilə davam edib. Gəncədə keçirilən Novruz şənliklərində Milli Məclisin üzvləri Almaniya, Rumıniya, Türkiyə, Fransa, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdən gələn qonaqlar da iştirak edirdi. Gülşən Zabit qızı, Mehman Abbaszadə, Gəncə. Xaçmazda Novruz bayramına həsr olunan tədbir Mədəniyyət və İstirahət Parkında təşkil edilib. Bayram şənliyində rayon rəsmiləri ilə yanaşı şəhər sakinləri də iştirak edib. Tədbir iştirakçıları öncə parkda Novruz adət-ənənələrini əks etdirən stendlərə baxış keçirib, parkda yaradılan müxtəlif güşələrlə tanış olublar. Mərasimdə çıxış edənlər Novruz bayramının ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşatdığını bildiriblər. Novruz bayramı yeni il deməkdir. Qoy hamının Novruzu bahar ətirli, bahar çiçəkli, Novruz ətirli olsun. Hamıya Novruz tək, ömrünün Novruz tək olduğunu, Novruz təravətli olmasını arzulayıram. İdmançıların maraqlı çıxışı, rəqqasların ifası, sim və güc pəhləvanlarının nömrələri bayram şənliyinə xüsusi rəng qatıb. Bayramın personajları Kosa, Keçəl və Bahar qızının gəlişi mərasimi daha da canlandırıb. Belə çıxır ki, mən indi varlıyam. Kosa, indi dur qabağımda görüm necə durursan. Bayramda can sağlığı, uzun ömür, xoşbəxtçilik, ailə saati arzulayırıq. Bütün ailələrə bolluk, əmin-amanlıq arzulayırıq. Qoy hamıya bu Novruz düşərli olsun. Bahar bayramınız mübarək. Bayram şənliyi yerli və paytaxtdan təşrif buyuran incəsənət ustalarının ifaları ilə yekunlaşıb. Bayram şənliyi Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil edilib. Mərasimdə rayon rəsmiləri, idarə müəssisə rəhbərləri, eləcə də rayon sakinləri iştirak edib. Bayram şənliyində çıxış edənlər sakinlərə xoşbəxtlik və ruzi bərəkət arzulayıb. Xalqımızın adət və ənənələrinin tarixi barədə danışıb. Milli və nəvi dəyərlərimizin qorunmasına göstərilən diqqətdən söhbət açıb. Belə bayramlar cəmaatı bir yerə cəlb edir, cəmləyir və bir də köhnə adət ənənələrimizi yaşadır. Ona görə də bugün xalqımızın şən günüdür. Mən bütün dünya Azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Neçə belə bayramlara çatsınlar, illəri uğurlu olsun. Dünya Azərbaycanlılarını təbrik edirəm. Gözəl bayramlar keçirsinlər. Gün o gün olsun ki, bu Novruz bayramını gələn il Qarabağ torpağında keçirək. Bayramınız mübarək. Çıxışların ardından tədbir iştirakçıları Novruz adət-ənənələrini əks etdirən stendlərə baxış keçirib. Parkda yaradılan müxtəlif güşələrə tanış olublar. Şənlikdə idmançıların və rəqqasların çıxışları diqqət çəkib. Bayramın personajları Kosa, Keçəl və Bahar qızının gəlişi mərasimi daha da canlandırıb. Kosa! Canın sağ olsun Kosa, başın sağ olsun Kosa.
bayram şənliyi incəsənət ustalarının ifaları ilə yekunlaşıb. Çingiz Vaqifoğlu, Müşfiq Neymətov, Rövşən Osmanov, Quba. Şabran rayon Akademik Zərifə Əliyeva adına küçədə yerləşən Mədəniyyət və İstirahət Parkında Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. Tədbirdə xalqımızın milli adət-ənənələrinə uyğun mərasimlər nümayiş etdirilib. Mərasim iştirakçıları milli adət-ənənələrimizə uyğun olaraq yun darayan, nehrə çalxalayan, yuxa, fəsəli bişirən xanımlarla bayramlaşıb, xalqın adət-ənənələrini özündə əks etdirən əl işləri sərgisi və tariximizdən xəbər verən eksponatlarla tanış olublar. Bayram tonqalı yandırıldıqdan sonra milli geyimli gənclər yallı gediblər. Bu bayram bizə ulu babalarımızdan qalmış və biz çalışırıq ki, bunu gələcək nəslə ötürək. Novruz bayramı bizim qədim tarixə malik bayramlarımızdan biridir. Bu münasibətlə Respublikamızın hər yerində belə gözəl tədbirlər keçirilir. Hər il olduğu kimi Şabran rayonunda da bu günləri gözəl, təntənəli, böyük sevinclə qarşılanan Novruz bayramına həsr olmuş tədbir bugün nümayiş olunur. Biz bu bayram münasibəti ilə bütün xalqımızı təbrik edirik. Xoş günlər, bol ruzi bərəkət arzulayırıq. Kosa və keçəli yumoristik səhnələri və idmançıların təqdim etdikləri nömrələr şənliyi daha da canlandırıb. Bahar qızı da bayram münasibəti ilə rayon sakinlərini təbrik edib. Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi geniş konsert proqramı ilə davam etdirilib. Könül Məmmədova, Elmar Nəbiyev, Şabran. Renesansın bu həftəyə və bu aya olan son buraxılışı da başa çatdı. Baharın rəngarəng çalarları mədəniyyət və incəsənət aləminə necə təsir edəcək? Bunu növbəti buraxılışlarımızda izləyə biləcəksiniz. Sonda isə Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edirik. Qarşıdakı qeyri-iş günlərində də xoş və bayram əhval-ruhiyyəli istirahət arzuluyuruq. Gələn ay görüşənədək.